Femida bizi müxtəlif məhkəmələrə, rayon şəhər məhkəmələri olsun, ali məhkəmə olsun ki, step 1 və step 2 kimi addımlarla göndərir. Mən hazırda step 1-i 100 balla tamamlamışam. Deməli, rayon məhkəməsində 45 günlük proqramdan biz həmin proqram ərzində deməli 30 gün cinayət həkiminin yanında oluruq, 30 gün dəftərxanada oluruq, 30 gündə mülki hakimin yanında oluruq. Amma bizdə rayon şəhərdə olduğuna görə, rayon məhkəməsində olduğuna görə 45 günün mən 30 günü hakimin yanında olmuşdum. Çünki bizdə cinayət və mülki hakim birlikdədir, ikisinə eyni işə baxır. 15 gündə dəftərxanada olmuşdum. Biz hər bir ay tamamladıqda bir imtahan veririk. Yəni o da deməli maksimum 50 balla hesablanır. Bir də sonda bir imtahan veririk. Yəni ümumi yekunlaşdırıcı, o da 50 balla hesablanır və ümumilikdə topladığımız bal maksimum 100 balla hesablanır. Əgər 100 balla tamamlanmırsa, 95-94 olarsa, məhkəmə maksimum 5 bal verir bizə ki, həmin baldan da 100 balla tamamlayırıq. Daha sonra Femidanın bir də step 2 mərhələsi var ki, bu da təbii ki, bizim birinci mərhələdən topladığımız balla əlaqədardır. Əgər birinci dərəcəli qurtarmışıqsa, bu zaman bizi ali məhkəmə, məhkəmə hüquq şurası, sonra apellyasiya məhkəmələrinə yönləndirir. Əgər ikinci dərəcəli qurtarmışıqsa, bu zaman ali məhkəmədən başqa məhkəmə hüquq şurası və apellyasiya məhkəmələrində təcrübə keçə bilərik.